bugün Sərxan Kərəmoğlu Asif Kərimov sənəti haqqında danışıb onu belə adlandırma ixtiyar varmı? Xeyr, ona görə ki... Bir nə yaradı? Bir burada oturub. Yolunu gözlədim. O mənim sənət pasportumda Asif Kərimovundur. Sərxana niyə demirsən? Mən deyiləm, axtarma məni. Asif Sərxan o Kərimovundur. bilmir. Bu gecə oxuyuram. Hamı elə bilir ki, bu gecəni hamı oxudum bayaq. Hamı elə bilir ki, çoxları. Bu gecə Asif Kərimov. Tofiq Quliyevin də Hacı Aytaş, mən Xanməmmədovundur. baxmamışam. Mən Asifə... Bilmirəm, onu Sərxan deyər bilərəm, mən bilmirəm. Özümdə Tolik, əgər biri gəlib mənə deyir, Mətənət, üzr istəyirəm, Mətənət. Ali Mustafa'nın sözlərini Azərbaycan yazıb, Azərbaycan mahnısı. Təsəvvür eləyin ki, bütün dövlət Tolik, təbirlərində biri gəlib mahnı mənə oxunur. desə ki, Elman müəllim sən barədə bir söz deyibsə, götürərəm telefonu özündən öyrənərəm. Mən heç kimin sözünə getmərəm. Əgər Sərxan nəsə bəlkə kimsə məndən nəsə deyibsə ona, mənə zəng eləyərdi. Mən mübahisəyə girmək istəmirəm. Sərxanla heç bir problemim yoxdur mənim. Azərbaycan incəsənətində heç kimlə mənim problemim yoxdur. Olmayıb, bundan sonra da olmayacaq. Kərimoğlu'nun fikri etalon deyir ki, fikrini söyləyib. İndi o elə başa düşür, Amma elə deyir. Asifə... İndi özü bilər.